insan ölümdən də bəzən nigarandır, qorxur. Çünki insanda bir istək var, əbədi qalmaq istəyi. Ölümü görəndə hamımızın yəqini var da ölümə. Ölümü görəndə artıq fikirləşir ki, həyatın sonu gəldi, çatdı. Fənalıq, yoxluq anlamına gətirir ölümü, ona görə qorxur. Bu qorxu hamıda var. Ölüm haqqında fikirləşəndə görürsən ki, adamın kefi pozulur. Bir məsələn, halı yaxşı olan insana gələsən, ölümdən danışasan, görürsən ki, elə bir kefinə soğan doğratmaq. Mən nə haydiyam, sən gəldin neynədin. Üzündə bir dənə balaca ağ tük görəndə onu çalışır dibindən çıxartsın ki, gündə güzgüyə baxır, o bunu narahat eləyir. Doğrudan var elə narahat olan adamlar. İndi kim narahat olmur, şükür Allah hidayət eləyib. Var elə narahat olanlar ki, istəmir ağ saçında ağ tükü görsün. Gedir, qaraltdırır, neynir, mümkün deyil. Hər görəndə narahat olur. Ölümü xatırladır axı. Ölümü Həzrət İbrahim Peyğəmbərə Allah Taala buyurdu, dedi. Həzrət İbrahim Peyğəmbər soruşdu, istədi Allahdan ki, ölümü göndərməmişdən qabaq mənə xəbər ver. Belə lafdan Əzrail gəldi. Dedi, Allah bəs qərar idi, xəbər verəsən axı əvvəldən. O saçındakı, saqqalındakı ağ tükü nümunə gətirdi Cənab Əzrail ona. Dedi, saçındakı ağ tük məgər xəbərdarlıq döyürdü. Yəni, o qədər narahat olur, başlayır o əlamətlərlə də insan mübarizə aparmağa. Yaxşı, bu narahatçılıqdan insan necə çıxsın? Yol da yoxdur, başqa yol da yoxdur. Gedirsən buna doğru. Axırda ölüm hamı kimi səni də gəlib tapacaq. O biri oturmuşdu qəbirstanlığa gedən yolun üstündə, dükanı var idi orada. Hər tabut gedəndə bir dənə daş atırdı qutunun içərisinə. Elə gündə, bir gündən bir, 2 gündən bir dənə tabut görürlər, aparırlar qəbirstanlığa. Aparırlar qəbirstanlığa, bir dənə daş atırdı qutunun içərisinə. Axırda bunun özü də öldü. Özü öləndən sonra bunu da apardılar. İndi bir nəfər eşitməmişdi bunun ölümünü. Gəldi bunun dükanına, nəsə bir iş sahibi idi, sənət sahibi idi. Elə qonşu dükanlardan soruşdu ki, hardadır bu kişi? Dedilər ki, qutunun içində. Bu hələ hər ölənin üçün bir daş atırdı qutunun içərisinə. Axır özü də getdi. Yəni bu ölüm belə bir şeydir ki, insan bundan mümkün deyil də qaçsın. Qurani-Kərim də bu həqiqəti bizə deyir ki, mümkün deyil. Özümüz də başa düşürük, Quran da buyurur. Yaxşı, insan burada bu narahatçılıq səhnəsini gözünün qabağına gətirəndə, ölümü gözünün qabağına gətirəndə bu narahatçılıqdan necə qurtarsın bu insan? Buyurur, yolu budur, Allahı zikr edə. Nə cür Allahı düşün, xatırla ki, Allah ölümlə həyatı bitirmir, həyat davam eləyir. İnsan bunu xatırlayanda, bunu düşünəndə artıq qəlbi rahatlaşır. Məxsusən də mömin olsa insan. Ona görə Allah buyurur ki, məni xatırlayın. Çünki məni xatırlamasınız, çox şeylər var ki, düşündükcə onlar sizi həlak eləyəcək. Narahatçılığı yaradacaq sizdə. Bir nəfər dünyasını dəyişirdi. İmam Həsən Əskəri əleyhissalam gəldi, gördü ki, çox narahatdır. Soruşdu ki, niyə narahatsan? Dedi, ağa ölürəm. Da ölüm insanı narahat eləyər də. Ağa bunu bu narahatçılıqdan nə cür çıxartdı? Buyurdu ki, elə bil, işdən gəlmisən köhnə, tozlu paltarla, indi sənə deyirlər, daxil ol hamama, çim, təzə paltar geyin, gəl rahatdan. İstəməzsən girəsən hamama, yuyunub təzə paltar geyinəsən. Bu şəxs dedi ki, bəli, ağa kim istəməz ki? Dedi, sənin ölümün o hamama girib, yuyunub, təzə paltar geyinib, rahatlaşan insana bənzəyir sənin ölümün. Ölüm budur. Ölümü mənim üçün təfsir elə, izah elə. Bunu kimə sual versin deyəcək, öldü, qutardı da girdi torpağın altına. Amma İmam Həsən Əskəri əleyhissalam buyurur, ölən insan torpağın altına girmir. Əgər mömindirsə, o girdi hamama. Onu yudu, təzə bir cənnət paltarı geyindirdi ona, dedi, indi qal, qiyamət baş verənə qədər yerin burada cənnətdən bir parça. Qiyamət də gəlsə, orada da yerin ayrı. Elə məni indi yapar da qiyamətə, deyir, yox, burada qal, ora qədər. Niyə? Allah sənə bir daha lütf eləyəcək. Çünki indi yaparsa, payın az olacaq. Amma gözləsə qiyamət baş verəndə aparsa, payın biraz da çox olacaq. Niyə? Çünki savablar gəlir elə. Sən dünyada elə işlər görmüsən ki, o savab indi yazılır sənin üçün. İndi yaparsa səni cənnətə, heç nə də 5 dənə tutaq ki, qəsr verdi sənə, biraz da məsələn bir yer. Amma o savablar ki, sənin üçün qiyamətə qədər sayğac işləyəcək, dayanmadı. Qiyamətdəcə məsələn bir alim bir dənə kitab yazıb. Kitab yazıb. Onun kitabı ilə nə qədər insanlar hidayət olub. Özü də neçə illər, əsrlər yaşayacaq o kitab. Düz, savabına şərikdir. 100 illər də keçsə, 1000 illər də keçsə, qiyamət olsa, gör nə qədər bunun savabını yığıb-yığışdırmaq olar. Buyurur, bərzəxdə qal, cənnətə qədər, orada da öz yerin, biraz da artıq mükafat al günah.
Artıq o mükafat, bərzəxdəki mükafat zəhmətsiz gəlir. Zəhmətsiz gəlir. Elə bir vaxtında işləmirsən, indi də Allah sənin zəhmətini bu cür dəyərləndirir. İndi yox, biraz sonra verir. İmam Cavad əleyhissalamdan soruşdular. Çox maraqlı hədisdir. İmam Cavad əleyhissalam buyurur ki: "Suilə an illəti kərahətil maut." Niyə görə ölümdən cəmaatın xoşu gəlmir? Ağa, bunun səbəbi nədir? Niyə ölüm adı eşidən kimi narahat olurlar bunlar? Misala bax, ağa çəkir. Buyurur ki: "Niyə balaca uşaq ona şəfa verib ağrını götürən dərmanla qorxur qaçır? Niyə? Çünki onu bilmir, tanımır. Gətirirsən uşağa dərman verməyə, ağrını götürəcək. Narahat olur, ağlayır. Yox. Ta min cür dil tökürsən onun üçün, bir tər eləyib onu alladıb verirsən o dərmanı ona. Çünki verməlisən, başqa yolu da yoxdur. İnsanlar bilirsən niyə ölümdən qorxurlar? Ona görə ki, onun həqiqətini dərk eləmirlər. Elə başa düşürlər ki, qutardı. Elə başa düşürlər ki, yox oldular. Girdilər torpağın altına. İnsan bunu istəmir axı. Ona görə də qorxurlar. Amma insan dərk eləsə ki, bu mənə şəfa verəcək, mənə xoşbəxtçilik verəcək, ondan qorxmaz. Ona görə də buyurur, bəzi adamlar üçün ölüm, zalimlar üçün, kafirlər üçün çox acı olsa, möminlər üçün hətta buyururlar ki, əl-maut reyhanetul mümin. Ölüm möminin ətirli gülüdür. Ölüm möminin ətirli gülüdür. Bir hədisdə mən oxumuşam, buyurur Allahın möminə ən böyük hədiyyəsi nədir? Buyurur ölümdür. Allah istəsə bir mömin bəndəsinə, həqiqətən mömin bir bəndəsinə bir gözəl mükafat versin, onu öldürər. Bunu elə yaşatsın da deyir, öldürər. Niyə? Çünki ən böyük mükafat burada deyir, həyat davam edir. İmam Hüseyn əleyhissalam İmam Zeynəl-Abidin ağa deyir. Deyir, atam Kərbəlada Aşura günündə onun özü, səhabələri o qədər buyurur, ağıya vəziyyət gərgin olmuşdu ki, ağa gəldi, bir-bir səhabələri moizə eləyirdi və deyirdi, səbrən bənil kiram. Ey ali-cənab insanlar və onların oğlanları, səbirli olun. Ölüm barəsində başlayır ağa danışmağa. Fəməl mautu illa qəntərə. Ölüm keçən bir körpüdən başqa bir şey deyil. Ölüm, yəni keçici körpü. Tə'buru bikum anil bu'si vəd-dərrai. Kərbəlada ağa buyurur bu sözləri. Buyurur, bu körpü sizi keçirəcək. Nədən? Minəl bu'si vəd-dərrai. Çətinlikdən, acılıqdan keçirəcək. Hara? İləl cinanil vasi'ə. Geniş cənnətlərə, bağlara sarı. Və nəimil daimə. Daimi nemətlərə sarı. Fəəyyukum. İndi sual verir. Ağa ölümü təfsir elədi, indi sual verir. Fəəyyukum yəkrəh ən yəntəqilə min sicnin ila qəsrin. Hansı biriniz istəyər ki, qəsrdən, daha doğrusu zindandan qəsrə getməsin? Kim istəyər bunu? Hamı istəyər ki, zindandan azad olsun, qəsrə getsin.